Ülümüz ev kanalından hər birinizi salamlayıram. Bu avtomobil üçün olan Android monitörlər haqqında sayca ikinci videomuzdur kanalda. Birinci video maşının logosu açılışda əlavə etmək idi. İzləməmişsinizsə kanalımızda var, izləyə bilərsiniz. Bu videoda isə onun davamı olaraq logodan sonra orada bir animasiya gəlir. Düzdür, orada gələn animasiya deyil. Sadəcə bir yazıdır, yenə Android falan belə yazılır, yaşlı robotun başqa bir şəkli gəlir. Ancaq biz onu istədiyimiz video ilə qısa müddətli bir tanıtımla, belə deyək, maşın modelinə uyğun dəyişə bilərik. Əgər bu videoda sizin üçün maraqlıdırsa, izləyib göstərdiyim qaydada dəyişdirə bilərsiniz. Bu TS10-dan 18-ə qədər olan versiyaları dəstəkləyir və ekran ölçüsünə də diqqət edin. Ayarlara daxil olub, buradakı about hissəsinə daxil oluruq. Burada gördüyünüz sistem versiyasında, daha doğrusu sistem info, yəni sistem informasiyası bölməsində burada sistem versiyası TS18-dir. Ekran ölçüləri isə 1280x720 pikseldir. Yəni mənim indi əlavə edəcəyim video buna uyğun olmalıdır, yoxsa açmaz. Bu bölməyə mütləq baxın, əgər sizə uyğundursa. Açıqlama hissəsində yerləşdirdiyim nümunə videodan istifadə edə bilərsiniz, yaxud maşın modelinizə, markanıza uyğun olaraq yaza bilərsiniz. Mən tapdığım qədərilə bu açılış animasiyasını açıqlama hissəsində, şərhlərdəki linkini də yerləşdirə bilərəm və siz oradan yükləyib istifadə edərsiniz. Deməli, başlayaq. Mən animasiya faylını zip faylının içərisində olur. Onu artıq flaşa yerləşdirib birləşdirmişəm və biz onu kopyalamalıyıq Android monitorumuzun yaddaşına. Deməli, daxil oluruq fayl menecerə. Daxil olduq. Burada 2 USB var. Deməli, bu mahnıdır. Budur. Gördüyünüz kimi aşağıda zip faylı var və bu zip faylın içində bizim animasiya faylımız yerləşir. Bunu buradan seçirəm öncə, sonra kopyalayıram. Flash bölməsinə gəlirəm və heç bir papkaya əlavə eləməyə ehtiyac yoxdur. Birbaşa, yəni yaddaşın özünə əlavə eləyirəm. Əlavə olundu, artıq buradan çıxa bilərik. Bundan sonra menyuda boot animasiya belə bir bölmə var. Gördüyünüz kimi boot animation yazılıb və gördüyünüz bu S formasında olan animasiyanın işarəsidir. Biraz yaxından mən sizə göstərim. Android yazısı olandır. Bizim əlavə elədiyimiz isə bura düşəcək və ikinci olacaq, biz onu görəcəyik. Deməli, əlavə eləmək üçün buradan yuxarı paneli sürüşdürürük, menü seçirik. Burada belə bir yazı çıxır, import from external storage, yəni xarici yaddaş qurğusundan əlavə eləmək, yəni flashdən. OK seçirik və bura top V yazacağıq. Top W ilə V bu qaydada. Gördüyünüz bu yazını bura yazırıq və yenidən OK düyməsini seçirik. Bura gördüyünüz kimi artıq bizim faylımız düşdü. Bu bizim əlavə eləyəcəyimiz animasiya faylıdır, açılış animasiyasıdır. Bunu seçirəm. Burada boot animasiya, yəni bu təyin olunsunmu? Belə bir yazı gəlir. Buna da təsdiq cavabı verirəm. Və bundan sonra biz yenidən başlatmalıyıq. Yenidən başladaq, nəticəyə baxaq. Bu bizim birinci videoda əlavə elədiyimiz logodur. Hələ də istifadə edirəm. İndi görək, animasiya başlayacaq. Budur. Çox gözəl bir tanıtım videosu, belə deyək. Və bundan sonra Android başlayır. Budur, yəni bu qaydada hər açılışda siz bu animasiyanı görürsünüz. Yəni əgər sizin üçün də xoşdursa, avtomobilinizin
yəni açılış animasiyası monitorunuzda olsun. Bu videodan istifadə edə bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın ki, mən də sizin istəklərinizə uyğun olaraq bu animasiya fayllarını tapıb şərhlər bölməsinə yerləşdirim. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək.